Şükürler olsun Allah'a, çok şükürler olsun ki görüşdük. Xoş gəlmisən, xoş Sağ ol, gəldin. Allah razı olsun. Neçə illərdir ki, görmürdük səni. Mən səni həm də ona görə çox istəyirəm ki, yahu bilir də daha. Gözümüzün qabağında böyümüsən, yahu da. Sağ ol. Musiqisidir. Humayunda elə işləyirdi o vaxtı bizi gəlirdi, tez-tez bizdə yığılırdıq, sən də gəlirdin. Həmişə hələ uşaqlıqdan görmüşük də səni, maşallah, Fərəd. Çox sağ ol. Allah sizə böyle Fərəd etsin. Ki o vaxtı sonra bunu yığınağını qoyduq şkolaya, musiqi məktəbinə. Balaca uşağı idi, amma özünün zuluqu. Zuluqu var, hər adamda olmur ya. Yaxşı, öz qəşəng zuluqu. Cavit, Allah canını sağ olsun, o dostumuz. O gözəl sənətkardır. Bir dəfə yadıma da bularsan, Allah maşallah deyir, onun yaxşı zuluqu var. Maşallah istedadı var. Burada bir yığışmışıq, həm də nə üçün, nəyə görə bu çəkiliş edirik. Bilənlər bilir, bilməyənlər də o necə ki, misal üçün eldə, ovada, kənddə hər yerdə bilir ki, filan kəslərdəndir. Belə söhbətlər var axı. O filan kəs kimdir? Filan kəslərdəndir. Ona görə də burada biz də öz yığışıb, öz izah eləməliyik, başa salmalıyıq ki, nə var, nə bu, yəni elə belə deyil də, bu adam yəni bizimdir, yəni ona görə yox ki, mənim bacım oğludur. Həqiqətən də ruhən, qəlbən bizə yaxın adamdır, bizim adamdır, şükür Allaha. Yəni bizdə də şükür Allaha bilsən ki, elə şey yoxdur, kim olursa olsun, istəyir yad olsun, istər qohum olsun, əgər yaxşıdırsa, biz yaxşıya yaxşı deyirik, pisə pis, düz əyrinə əyirik. Neysə, maşallah, mahnılarını da eşitdim, özü də yazır. Maşallah. Doğrudan qəşəng. Salam aleyküm. Özü də yazır, bu da balaca şeydir. İndi zümzümə eləyir, indi yavaş-yavaş. Sonra bir arada meyxana da deyirdim də. Mən meyxana, şahından bu yana. Meyxana deməyi də var idi. Başda yer Sedat'dır. Maşallah deyirəm də, ona görə indi yenə onu deyirəm, bu nə üçün bu oyunları? İndi şükür Allah'a bizdə hələ şey yoxdur, kimisə, neysə də gözə soxmaq. Amma istedadlı bir adama gərək kömək edəsən. İstedadlını gərək kömək edəsən, deyir. Amma hayasız onsuz da özünü gözə soxur. Amma insanın borcu bacarıqlı olana, istedad olana kömək eləməkdir. İnşallah o sənə xeyir dua veririk. Çox sağ ol. Allah sizdən razı olsun. Allah kömək olsun. Allah yolu açıq eləsin. Allah yolu açıq eləsin. Allah böyükdən siz eləməsin. Və yavaş. Mən məsəl üçün bilirəm ki, inşallah Allah qoysa, sən nəsə öz sözlü, yəni deyəcəksən, bu sənət belə bir şeydir ki, bu ağır bu çox məsuliyyətli işdir. İrfan şairlərindən Məhəmməd Hadi, onun bir gözəl bir misrası var idi ki, elmin, hünərin, mərifətin varsa buyur gəl, yoxsa bu sənət aləminə olma bir əngəl. Ona görə də mən də əminəm ki, İnşallah. sən əngəllərdən olmasın. İnşallah. İnşallah. Mən bu adıcan çalışmışam. Bu yaşa çatmışıq. Bütün gözümüzün qabağında olmuşam. Maşallah. Ki çalışmışam. Məndən sözə nəsə deməsinlər. Siz mənə bir böyük kimi hazırlanmıyorsunuz. Bundan sonra da həmçin. Mənim adımdan qabaq Eyüp müəllimin adı var. Mən daim də har getsəm, onun adının üstündə əsas əsirəm. Ki, mənə görə, onsuz da artıq xalq onu sevir, bizim fəxrimizdir. Mən söz demişkən, Hadi demişkən, əngəl
mənim ixtiyarım yoxdur oğlum. Və özümü çalışacağam da elə aparım, elə göstərdim ki, bu sənətdə İnşallah. mənə görə pis olmayasan, üzü qara olmayasan, inşallah olmaz. Allah İnşallah. səndən razı olsun. Uğurlar. Çox Sənə sağ ol. uğurlar həyat. Çox sağ ol. Allah kömək Həyatda olsun. sənətdə. Böyükdən hiss eləməsin. Allah səni var eləsin həmişə. Başım sənə inanırıq. Ümid edirik inşallah. Sonra yanıma getdilər. İnşallah Allah qoysa Allah razı olsun. yaxşı olar. Allah köməyin olsun. Çox sağ ol. Var Allah sizdən razı olsun. ol. Allah böyükdən hiss eləməsin. Sağ ol, sağ ol. Sağ olun. Sağ olun. Var olun. Yaxşı ki siz varsınız. Allah sənə də sağ olun. Çox sağ olun.